Salam hörmətli Yanıt TV izləyiciləri, siyasi yanıtda təkrar xoş gördük sizləri. Biraz gec qalsaq da, üzərindən bir xeyli zaman keçsə də, amma düşünürəm ki, bu mövzu ətrafında ciddi danışmağa, beyin yormağa ehtiyac var. Məsələ nədir? Suriyada baş verənlər. Bilirsiniz, son bir neçə həftə ərzində yenidən orada müxtəlif hərbi hərəkətlənmələr oldu. Əvvəlcə Suriya Demokratik Qüvvələri etnik kürdlərdən, əksəriyyəti etnik kürdlərdən və anti-türk qüvvələrin cəmləşməsi ilə formalaşan həmin bu Suriya Demokratik Qüvvələri bəyan etdi ki, biz artıq Suriya mərkəzi hakimiyyətinə tabe olmaqdan ziyadə öz maraqlarımızı özümüz qoruyacağıq, təslim olmayacağıq, nəzarət etdiyimiz ərazilərdən çıxmayacağıq və s. və ilə. Qarşılığında Suriya hakimiyyəti keçid hökumət formalaşdıran Əhməd Əl-Şara və hazırda Suriya Müdafiə Qüvvələrinin də belə deyək də rəsmən idarə edən tərəf kimi onlar da elan etdilər ki, Suriya vahid dövlətdir, unitar dövlətdir və heç bir burada dövlət içində dövlət yapılanmasına icazə verməyəcəyik və yaxud da ki, hansı ərazilərin muxtariyyət adı altında öz başına hərəkət etməsinə icazə verməyəcəyik və nəticə etibarilə də tərəflər arasında qarşıdurma başlamışdı. Bəs bu qarşıdurmalar niyə başladı? Burada sadəcə məsələ Suriya məsələsi mi idi? Suriyanın unitarlığı məsələsi mi idi? Xeyr, hakimiyyətin, yəni Suriyanın qanuni hakimiyyətinin ələ keçirdiyi, daha doğrusu terrorçulardan təmizlədiyi ərazilərə fikir verəndə ilk olaraq qarşımıza nə çıxdı? Ancaq strateji nöqtələr və enerji ilə zəngin olan ərazilər. Bu da onu deməyə əsas verir ki, Suriya hökuməti artıq qarşısına konkret məqsəd qoyub. Nədir bu məqsəd? Bütün Suriyanın unitar yapısını bərpa etmək və artıq ölkədəki hərsmərsliyi, terroru, silahlı qruplaşmaların at oynatmasını və s. bu kimi neqativ hallara son qoymaq. Buna çatmaq üçünsə çox yaxşı başa düşürlər ki, Suriyanın indi hərbi texniki imkanlarını artırması lazımdır. Hərbi texniki imkanlarını artırması üçün isə ciddi pul tələb olunur. Təbii ki, heç bir dövlət, heç bir ölkə hansısa bir ölkəyə öz maraqlarını müdafiə etsin deyə, öz təhlükəsizliyini təmin etsin deyə büdcəsindən və ya xalqının cibindən milyardlar, milyonlar ayrası deyil. Ən səmimi müttəfiq ölkələr belə bunu etmirlər və etmələr də onsuz da məntiqli olmaz. Ona görə də Suriya hakimiyyəti indi Suriyanın özünün sərvətlərini yenidən mərkəzi hakimiyyətə qaytarmaqla, yəni dövlət büdcəsinə qaytarmaqla həmin bu iqtisadi problemləri həll etmək istəyirdi. Bu məsələnin bir tərəfi. İkinci bir məsələ beynəlxalq faktorlar. Baxın, Suriya hakimiyyəti bu əməliyyatlar başlamadan öncə hansı görüşlərdə iştirak etdilər? Moskvaya getdilərmi? Getdilər. Türkiyə ilə daima koordinasiya içindədirlərmi? Bəli. Amerika ilə məsləhətləşmələr aparıldımı? Bəli. Hətta səhv eləmirəmsə Almaniya ilə belə məsləhətləşmələr aparılırdı o dövrlərdə və Əhməd Əl-Şara bir neçə ay öncə də Suriya dövlətini təmsil edən qanuni prezident kimi Ərəb samitinə qatılmışdı. Və orada da bütün tərəflərə Suriyanın unitar bir dövlət olduğunu və tezliklə artıq baş verən neqativ halların sona çatdırılacağını demişdi. Yəni bu siqnalı onsuz da vermişdi ki, biz başı pozuq terror dəstələrini, silahlı birləşmələri ləğv edəcəyik və Suriya artıq hərsmərsliyin olduğu bir ölkə olmayacaq. Yəni Əhməd Əl-Şara hakimiyyəti hücuma öz başına nizamsız, plansız şəkildə başlamamışdı. Bu Rusiyada da danışıldı, Amerikada da danışıldı, digər Avropa dövlətlərinə də ötürülmüşdü. Suriyanın qanuni hakimiyyətinin məqsədləri Türkiyə ilə koordinasiya şəklində onsuz da hər şey həll edilir və Ərəb dövlətlərinə də bu barədə Əl-Şara özü
hər halda ki bağlı qapılar arxasında məlumat verdi və niyyətlərini açıqladı. Və nəticə etibarilə biz bu gün nə görməkdəyik? Bu gün artıq Suriyada Əsəd rejiminin vurduğu yaraların yavaş-yavaş sağaldığını görməkdəyik. Həsəkəyə girdilər, Qamışlıya girdilər. Bu iki ərazi belə deyək də 5 il əvvələ qədər, 10 il əvvələ qədər yatsaq yuxumuza girməzdi ki, nə vaxtsa orada normal bir, yəni Suriya dövlətinin maraqlarını, milli maraqlarını, milli mənafeyini müdafiə edən bir rejim formalaşacaq. Onlar da girəcəklər SDG, YPG ünsürlərindən, terrorçularından o əraziləri azad edib mərkəzi hakimiyyətin nəzarətinə verəcəklər. Yəni bu balaca bir məsələ deyil. Niyə Amerika bəs buna göz yumdu? Bax, burada ən önəmli suallardan biri də budur, mən elə düşünürəm. Əslində Amerikanın artıq çıxış yolu yoxdur desək yanılmarıq. Niyə görə? Çünki Amerika, gəlin razılaşaq ki, an etibarilə dünyanın əsas valyutasının sahibi. Yəni beləcə bir iqtisadi güc, yəni bir nömrəli iqtisadi gücü sayılır. Buna təsir edən digər faktorlar da var. Dünyanın ən böyük transmilli korporasiyalarının əksəriyyətinin olduğu, dünyanın ən böyük texnoloji şirkətlərinin olduğu, həmçinin dünyanın ən böyük enerji şirkətlərinin olduğu iqtisadi güc mərkəzidir. Dünyanın ən böyük beyin mərkəzi NASA oradadır. Dünyanın ən böyük hərbi müdafiə sistemləri olan, hərbi belə deyək də altyapısı olan, Pentagonu olan bir ölkədir. Bir nömrəli ordu oradadır. Diplomatiya mərkəzlərindən biridir dünyanın. BMT-nin qərargahı orada yerləşir və sair və ilə axır bu siyahını biz çox uzada bilərik. Bundan razılaşaq. Amerika Birləşmiş Ştatları hələ də dünyanın bir nömrəsidir. Amma bu demək deyil ki, Amerika Birləşmiş Ştatları dünyanın hər yerində hər kəslə eyni anda savaşa bilər və beləcə maraqlarını müdafiə edə bilər. Xeyr. Bu gün Amerika Birləşmiş Ştatlarının xarici siyasətində kifayət qədər problem var. Latin Amerikası, Qrenlandiyanı da ərazisini genişləndirmək üçün istəmir. Çinə qarşı nadir metallar savaşındadır. İkincisi, strateji təhlükəsizlik məsələsi. Görün nə qədər ciddi məsələlərdir. Daha sonra Meksika məsələsi, Venezuela məsələsi, Ukrayna məsələsi, Tayvan qeyri-müəyyən siyasi dönəmə daxil olub. Hələ də heç kim dəqiq deyə bilmir. Çin nə zamansa hücum edəcək, yoxsa hücum etməyəcək. Çünki artıq Çin o qədər gücünü artırır, qüdrətini artırır və Tayvan məsələsində də ritorikasını sərtləşdirir. Eyni zamanda Cənubi Asiyada sakit okean hövzəsində hər yerdə Amerika Birləşmiş Ştatlarının həll etməli olduğu minlərlə problemi var. Bəlkə də artıq 100 minlərlə, 10 minlərlə olub bu problemlər. Və bunlar çox ciddi problemlərdir. Tranzit məsələlərdən tutmuş, iqtisadi məsələlərdən tutmuş, hərbi, siyasi təhlükəsizlik, bütün sahələrdə problemlər var və Amerika Birləşmiş Ştatları dünyəvi rəqabətdə uduzmamaq üçün Çindən, Rusiyadan, elə digər yüksəlməkdə olan güclərdən geri qalmamaq üçün məcburdur ki, indi xarici siyasətindəki problemlərin sayını azaltsın və ona tərəfdaş ola biləcək güclü dövlətləri özündən küstürməsin. Yaxın Şərqdə İsrail hərbi texniki imkanları baxımından güc ola bilər, amma heç vaxt əsas ölkə ola bilməyəcək. Çünki Yahudiləri orada özlərindən başqa heç kim istəmir. Amma türklər, farslar, ərəblər min illərdir burada ev sahibidirlər və həm də siyasi iqtidar sahibidirlər. Bax, ona görə də Amerika Birləşmiş Ştatları hesablayır ki, regionda tək və güvənilir müttəfiqi olan Türkiyəni də itirməmək üçün artıq biraz onun da önünü açmalı, daha doğrusu onun maraqlarını tanımalıdırlar. Eyni zamanda artıq əlavə ikinci bir məsələ, əlavə güc, efor sərf etmək istəmirlər. Amerika Birləşmiş Ştatları qüvvələrini toplayıb Latin Amerikasını həll etmək istəyir. Oradakı problemləri öz lehinə çevirmək istəyir.
Sakit Okeanda uduzmamağa çalışır Çinə. Digər məsələlər ki var, enerji təhlükəsizliyi, strateji nöqtələrə Qrenlandiya başda olmaqla sahiblənmək və s. və ilə axır. Bax, bu məsələlər fonunda artıq Suriya Amerika Birləşmiş Ştatları üçün önəmli bir məsələ deyildi. Daha doğrusu digərləri qədər önəmli deyildi, amma Suriyanı da tamamilə İran kimi və yaxud da ki digər güclər, Rusiya, Çin kimi rəqiblərə itirməmək üçün orada ən etibarlı tərəfdaş Türkiyəyə üstünlük verməli idi. Yəni məsələ mənə elə gəlir ki, bundan ibarət idi və ona görə də Türkiyədə Əhməd Əlşara hakimiyyəti də rahat hərəkət edir və hətta gözləmək olar ki, bundan sonra onların Suriyada koordinasiyalı şəkildə eyni zamanda ABŞ-la burada koordinasiyada qurulacaq. Yəni Türkiyə, Əlşara hakimiyyəti və ABŞ koordinasiyasında yeni bir güc mərkəzi formalaşacaq. Bu da təbii ki, yaxın şərqdə həm Türkiyənin, həm də toparlanmağa çalışan Suriya dövlətinin mənafələrinə uyğundur. Zaman dəyişir, reallıqlar dəyişir və bu yeni reallıqlar yaxın şərqdə yenidən türkləri ön plana çıxarmaqla regionun siyasi, iqtisadi, hərbi həyatının İstanbuldan, Ankaradan idarə edilməsi ilə nəticələnə bilər. Təbii ki, rəsmi Ankara bundan sonra addımlarını da bu günə qədər olan addımları qədər dəqiq planlanmış, hesablayıb atarsa. Belə, əziz dostlar, növbəti verilişlərimizdə inşallah görüşərik. Sağ olun, salamat qalın.